Salam, hər vaxtınız xeyir olsun. Şərtiniz mən Yusuf Abbas Əliyevdir. İkinci hissədən Yeyrəm şəhərdən əziz xətəsinə həsr olmuş Birlik Liqası yay turunun ikinci hissəsindən Fəth və Tuşla komandalar arasında keçirilən oyundan sizi salamlayıram. Qeyd edək ki, Birlik Liqası yay turnirine Yeyrəm şəhərdən əziz xətəsinə həsr olmuş yay turnirine siz Mi Parfümün baş sponsorluğu ilə baxırsınız. İlk hissədən sonra Fəth komandası Rəvan və Rufinin qolları ilə 2-0 öndədir. Tuşla komandası hücum həmləsi edəcək hazırda. Fərəc cərimə zərbəsinin başındadır. Fərəc çox istedadlı oyuncudur. Ceyhun Yusuflu qapıya doğru zərbə idi bu. Qeyri-dəqiq qalınır. Fəth komandası qapıçı ilə topu meydana daxil edəcək. Hal-hazırda hər şey onları qəbul edir və tələsmir qapıçı. Uzun oynuyor. Bugün Elmir topu saxlaya bilmir. Ceyhun Yusuflu mərkəz oynayır. Fərid Behbudov hazırda sol cinahla oynayır. Mərkəzdən oynayır. Tuşla komandasının bu hücumu çox təhlükəli olacaq. Əskərin qapıya doğru zərbəsi. Elmir topun qarşısını kəsir. Komandası bugün müdafiədə. Çox doğru müdafiə olmuş. Çox doğru. Çox hiyləgər ötürmək dəstəkçi tərəfindən Elmir topun qarşısını kəsir. 7 nömrəli oyuncusu Fəth komandasının yenidən qapıya doğru zərbə. Yenidən Fəth komandası topun qarşısını kəsir. Əskər Fərəzli oynuyor. Ceyhun Yusuflu. Ceyhun Yusuflu'nun Əskərə doğru ötürməsi yanlış alınır. Fəth komandası əks hücum həmləsi yerinə yetirəcək. Və heç olmayacaq. Yerdə ayağı sürüşür. Fəth komandasının 44 nömrəli oyuncusu. Komandası yan xətdən Ceyhun Yusuflu ilə topu meydana daxil etdi. Qapıçı ilə oynuyor. Ceyhun Yusuflu. Top hələ də Ceyhun Yusuflu'dur. Tələsmədən ağıllı oynuyor Tuşla komandası. Ceyhun Yusuflu'dan maraqlı hərəkətlər gəlir hal-hazırda. Fərid Behbudov topu Fərəd üçün buraxır. Ceyhun'un ötürməsi Fərid Behbudova yanlış alınır. Ceyhun Yusuflu və qapıçıya bırakmışdı. Qapıçının da burada səhvini qeydə bilərdik. Ceyhun Yusuflu, Rufin Elmir'le oynuyor və Fərid Behbudov topun qarşısını kəsir. Tuşla komandası hal-hazırda müdafiədən çıxmaq çox çətinlik çəkir. Top Tuşla komandasından meydanı tərk edir. Top yan xətdən meydana daxil. Cavid Fərəd topun qarşısını kəsir. Fəth komandası ikinci hissədə çox iddialı başlayıb. Çox iddialıdır Fəth komandası. Bakının Qaraçıxır kəndindən Binə qəsəbəsindən Mübariz İbrahimov adına stadiona gəliblər. Əskərin qarşısını almağı bacarır Fəth komandası. Bu yıl çox gözəl oynayır. Dedim ki, onlar Fəth komandası Bakının Qaraçıxır qəsəbəsindən Binə qəsəbəsinin Mübariz İbrahimov adına stadiona təşrif buyurublar. Fərəcin zərbəsi Fəth komandasının qapıçısı. Ceyhun Yusuflu topun qarşısına Fərid Behbudovla oynuyor. Ceyhun Yusuflu ağıllı həmlə aldadır. Bir bədən hərəkətindən. Fərəzlə oynayır. Fərəz Əskər. Top hələ də Əskərdədir. Əskərdən qapıya doğru zərbə və top az fərqlə qapının üstündən keçir. Fəth komandası topuya heç yaxın getmirlər. Tuşla komandasının oyuncuları hal-hazırda. Qapıcıya verir ki, cəld olsunlar. Rufin bugün çox gözəl oyun keçirdi Rufin həqiqətən. Bir gol ilə də yadda qalıb. Komandasının qalibiyyətində birbaşa rollardan birini oynayır. Fəth komandası sadə və ağıllı oynayır. 1-0 hesabı ilə öndədir. Hücum həmləsi qarşısını Tuşla komandasının oyuncuları alır. Rufin'le oynuyor. Rufin topu meydana saxlayır. Bilmir Ceyhun Yusuflu ilə top hal-hazırda. Ceyhun Yusuf Əskərlə oynayır. Əskər topu meydanda. Ay, Əskər topu yaxşı etməsə özündə saxlayır.
Fərid Behbudovdan sol cinaha ötürmə. Dəqiq alınır, qəşəng ötürmədir. Yenidən top Fəriddadır. Fərid, bunu saxlamaq idi. Ay Fərid. Fərid, sən nə edirsən? Zərbə! Bu keçidin, bu ram etmənin cavabı qol olmalıydı. Ay Fərid. Fərid komandası. İşte komandası. Zərbə Əsgərdən bu dəfə qeyridə qalınır. Yükləniblər Fərid komandasının qapısına. Komandası topu meydana daxil edir. Yenə uzun ötürmə ilə oynayırlar. Top mənim halım istiqamətdə gedir Cəmaləddin Mehdiyev demişkən. Ceyhun Yusifli yan xəttdən top meydana daxil edir. Fərid Behbudovla oynayır mərkəz xəttdə. Belə də Fərid Behbudovdadır. Behbudovdan maraqlı ötürməkdə əslində. Fərid komandası topunu gedirək. Topun Əsgərə çatmasının qarşısına alır. 2-ci zərbəsi. İşte komandasının ifasında. Və top az fərqlə qalınmır. Fərid komandası topu yan xəttdən meydana daxil edəcək. Cavid 44 nömrəli oyuncusu. Orxan Rufin ilə oynayır. Ceyhun Yusifli topun qarşısını kəsir. Fərəz oynayır. Fərid Behbudov. Fərid Behbudova qarşı burada qayda pozulur. Atkamaz 20 nömrəli oyuncusu. Behbudova qarşı çox oynayır. Fərid Behbudov hücum cinahını dəyişir. Orada çox maraqlı mübarizə gedir. Elmir topu Tuşla komandasına hədiyyə edirlər adətə. Fərəc sol cinahla oynayır. Və ötürdüyü yerdə heç kim yox edir Fərid komandasının oyuncularına. Topu buraxır yan xəttdən Fərid komandası topu meydana daxil edəcək. Uzun ötürməli. Elmir topa sinənlə yaxşı ram edəmir. Əsgər Fərid Behbudovla oynayır. Fərid Behbudov yerindən Əsgərə topu qaytarır. Əsgərdən qapıya doğru zərbə. Əsgərin həmlələri hələ də köz bəhrəsini vermir. Topu az fərqlə qapının üstündən keçir. Qapısı ilə topu meydana daxil edəcək Fərid komandası. Yenidən uzun oynayır. Alada top Tuşla komandası Ceyhun Yusifli Əsgərlə oynayır. Əsgər top hələ də Əsgərdədir. Ceyhun Yusifli Fərid Behbudova gözəl ötürməkdir. Fərid Behbudovdan qapıya doğru zərbə. Fərid komandasının qapısı gözəl oynayır. Doğru mövqe seçimi idi Fərid komandasından. Fərid Behbudovun zərbə düz üzərinə gəlir. Uzun oynuyor. Hop. Tuşla komandasının qapısına qədər gəlib çıxır hətta top meydanı tərk edir. Gələsir Tuşla komandası. Qapıcı topu meydana daxil edir ancaq komandasının oyuncuları topu meydana saxlayır. Fərid komandası topu meydana daxil edir. Geridən oyun qurmağa çalışır Fərid komandası. Fərid Behbudovla oynayaraq topun qabağını kəsir. Fərəcdədir topu hələ. Fərid Behbudovla oynayır. Fərid Behbudovdan ötürmə qəşəng alır, amma tək toxunuşda ötürmə öz bəhrəsini vermir Tuşla komandasında. Hələ də işlər yolunda görünür. Biz Rafiq Salayev meydanda görürük yenidən. Oyunun ikinci hissəsinin bitiminə, hətta oyunun bitiminə 15 dəqiqə qalıb. Top Əsgərdədir. Əsgərdən ötürmə. Fərid komandasının müdafiəsi keçilməzdir. Caviddən ötürmə Ceyhun Yusifli. Gözəl ötürmə və gözəl qolun qarşısını kəsir həqiqətən də. Rafiq Salayevlə meydana daxil edilmir. Fətay Ramazanlı Tuşla komandasının baş məşqçisi. Mat götürür.
Birleş Ligası'nın TikTok üzerinden izleyen İmanov 190 bugün Cemalettin yok da abi İmanov 190 bugün Mehdiyev Tural Cemalettin oğlunun doğum günü münasibətilə Cemalettin bugün bizimle değil, aramızda değil. Kiçik problemler olabilir. Mən üzürlü sayın profesyonel şahitçi deyiləm, ya brend deyiləm, ya trend deyiləm. Stadionun bu futbolun brendi de trendi de Cemalettin Mehdiyev'dir. Rafik Salayev'lə İşlə komandası timeout'tan sonra topu yan xəttə meydana daxil edəcək. Salayev'in qapı ağzını ötürməsi. Az fərqlə komandasının oyunçunun başının üstündən aşır. Bət komandasının qapısı heç tələsmir, buna rüzum da görmür. Niyə də tələssin axı? 2-0 önündədir Rufin və Rəvanın qolları ilə. Uzun oynuyor. Rufindən ötürmə. Qapısı çıxır. Əskər. Əskər Fərid Behbudov'la oynuyor. Fərid Behbudov yenidən Əskərlə oynuyor. Əskərin zərbəsinin qarşısını kəsir Fət komandasının 10 nömrəli müdafiəçisi. Əskər Fərəzlə oynayır. Fərəz. Fərid Behbudov. Rafik Salayev'e qarşı pressing var. Hakimə qarşı etiraz sarı vərəqədir, bəli. Əsəblər gərginləşib hal-hazırda. Əsəblər gərginləşib. Hələ də hakimə qarşı sarı vərəqə almasına baxmayaraq etirazlar dayanmır Fət komandası oyuncusundan. Futbol oynamaq lazımdır. Fət komandasının oyuncularına qarşı qayda pozulmuşdur. Komandası topu meydana daxil edəcək. Uzun oynuyor. Fərəz yan xətdən topu meydana daxil edəcək Tüklə komandasında. Fərəz Əskərlə oynayır. Əskərdən. Əskər. Cavid. Caviddən qapıya doğru zərbə. İlim qolu gəlir sanki Fət komandasından. 3-0 irəlidədir. Rəvan, Rufin və Cavidin qolları ilə Tüklə komandasının üzərində Fət komandası 3-0 irəlidədir. İki güclü komandanın mübarizəsində Fət komandası Tüklə üzərində 3-0 öndədir. Ceyhun Yusufli Tüklə komandasının üzrünü davam etdirməyə çalışır. Əskər Fərəzlə oynayır. Çox dişsiz görünür Tüklə komandası. Çox dişsiz. Fərəz Fərid Behbudov'la oynayır. Həqiqətən keçilməzdir. Fət komandasının müdafiəsi, hücumu çox gözəl oynayır. Rafik Salayev'ə topun çatmasına icazə vermir. Fət komandası çıxır bu gərgin vəziyyətdən Rufin. Oy oy oy. Fərid borcunu qaytararsan oyundan sonra. Qapı ağzını ötürməsi. Fərid Behbudov Fərədin yan xəttin topu meydana daxil etməsindən komandanın hücum qurmağa çalışır. Fərəd Əskər üzr istəyirəm. Əskər geri qaytarır. Cavid Əskərdən qapıya zərbəsi. Ay Fət komandasının oyuncuları çox gözəl oynayır. Çox gözəl oynayır. Ceyhun Yusufli oynayır Fərəd. Ceyhun Yusufli. Fərid Behbudov. Fərid Behbudov'a qarşı. Çobu da oynuyor Rufin.
Golkiper. Qala komandasının golkiperi Orxandan. Gözəl sözlər eşitdiyimizə görə çox məmnunuq. TikTok platformasına fikir verə bilməsəm də Əsgərdən ötürmə ev tapşırığı Cavidin ötürməsi düzgün değildi. Qapı xəttini tərk edir. Komandasının oyuncusu, qapıcısı topu meydana daxil edəcək. Sol cinahla oynayır. Orxandaydı topu. Orxandan ötürmə. Gözəl ötürmə. Gözəl çıxırlar o vəziyyətdən. Lakin son ötürmə düzgün deyil. Fərid Behbudov Əsgərlə oynayır. Əsgər Fərəclə gelir. Ceyhun üstü topu ram edə bilmir. Ceyhuna qarşı hücum var. Ceyhun isə qayda pozulmuşdu. Ceyhun Fərəclə oynayır Ceyhun Yusuflu. Fərid Behbudovla. Fərid Behbudov hücumu davam etdirir. Və top meydanı tərk etməyib. Rafiq Salayev Əsgərin zərbəsi öz oyunçusuna dəyərək geri qayıdır. Cavid topun meydanı tərk etməsinə şərait yaradır burada. Yaxətən Fərid komand topu meydana daxil edir. Ötürmə gözəlidir. Fərid topun qarşısını kəsə bilmir. Fərid lakin topu yenidən əldə etməyə nail olur. Fərid Behbudov. Fərid Behbudovdan Cavidə doğru atma. Cavidin ötürməsi Əsgərə doğru düzgün alınmır. Əsə yolunda getmir Tüklə komandası. Elmirlə oynayır. Elmir yenidən geri qaytarır topu. Elmir'in ötürməsi Cavidi fikirləşmişdi əslində. Cavid onu başa düşmür. Əsgər. Ceyhun Yusuf Əsgərlə oynayır. Əsgər cinahı dəyişərək sağ cinahla oynayır. Qapıya doğru zərbə. Fəth komandasının qapısı öz fərasətlərini göstərməyə nail olur axırki bu oyunda. Fəth komandası həqiqətən bugün keçilməzdir. Cavid topu biraz daha uzaqlaşdır. Ceyhun Yusuf Əsgərlə oynayır. Əsgər gözəl dönür. Bugün Əsgərə hərəkət etməyə imkan vermirlər. Cavid! Belə də Caviddədir. Cavidin ötürməsi. Komandası Əsgəri keçməyə nail olur. Fərid Behbudov Elmir topu uzaqlaşdırır. Əsəblər həqiqətən gərginləşib. Bu elə bir oyundur ki, uduzmağının çox fərqi yoxdur. Əsəblər gərgin olmalıdır. Ceyhun Yusuf da mərkəz xəttə oynayır və həqiqətən Cavid rəqibinə qarşı kobud oynayır. Fəth komandası qoldan çox sarı vərəq ilə yadda qalıb hal-hazırda. 3 qol və 4 sarı vərəq alıb. Oyunun bitməsinə bizim saatlarımız son 6 dəqiqə yarımın qaldığını göstərir. Təhlükəli yerdə cərimə zərbəsi yerinə yetirəcək. Tüklə komandası. Topun arxasında biz 3 istedadlı oyunçunu görürük. Əsgər Fərəc və Rafiq Salayev. 3 istedadlı oyunçunu topun arxasında görürük. Allah'da Fərəc çox vaxt. Bəli Fərəc qalır topun arxasında. Fərəcin qapıya zərbəsi. Ev tapşırığıdır bu. Geri qadı Ceyhun Yusuflu. Topa nail ola bilmir. Elmir'dən. Və Fəth komandası ikinci hissəni bir nəfər azlıqda oynamağa məcbur qalır. Son 6-7 dəqiqəni səbirlər çox gərginləşir. Çok karışır oyun. Futbol oynamak lazımdır. Əziz və hörmətli təşkilatçı Xəzər Şirinov və Asman Əsəzadənin meydana daxil olmasın. Məncə daha gözəl olur.
Çəkmək lazımdır. Əziz fətvə tüklərilər. Çəkmək lazımdır. 3-0 öndəsən axı. 3-0 öndəsən axı. Qayda pozuntusuna görə təhlükəli bir yer deyil. Mərkəz xəttindədir. Axı niyə belə eləsən? Niyə komandanı pis vəziyyətdə qoyasan güclü rəqibinə qarşı? Sınmaz hərəkətdir həqiqətən. Əsəblər pozulub. Düşürəm. Qədərinə ehtiyac yoxdur. Yusufli meydanda. İlk hissədə Tüklə komandası gizli oyunçusunu itirir. İkinci hissədə Fərt komandası artıq bir nəfər azlıqdan vazifədıq Ceyhun Yusuflidən gözəl hərəkətlər idi. Əsgərlə oynayır. Əsgərdən qapıya doğru zərbə görəcək. Yox, Fərt komandası keçilməzdir bugün müdafiəsi. Həqiqətən. Doktor Rafiq Salayev də meydanı tərk edir. Onun bitməsin az qalıb. Fərt komandası isə irəlidədir. Fərt komandasının qapısının uzun oynuyor. Fərid topu qarşılıyor. Qəşəng keçir əslində. Qəşəng keçir. Zavit topu meydandan çıxarır. Komandasının oyuncusu. Zavit'i görür topun arxasında. Zavit'in ötürməsi. Sınavı dəyişir. Şadla oynayır. Sərbəst zərbə. Fərt komandası top meydana daxil edəcək. Uzun ötürmə gəlir qapısından. Rufin topu saxlayır. Şimdi qəşəng çevirir. Ceyhun Yusuf'una qarşı mübarizə. Ceyhun Yusuf'unu oyundan silir hətta Rufin. Orada bir güləş fəndləri, judo fəndləri görürdük biz. Sizlə qutarır hər şey orada. Əskər. Behbudov topu Fərəd üçün buraxır. Fərəd. İçin ahilə oynayır. İşte komandasında Rafiq Salayev'in ötürməsi. Fərid Behbudov. Behbudov topu değerləndirənmir. Fərid Behbudov mərkəz oynayır. Rafiq Salayev'in qapıya doğru zərbəsi. Qapının yanına meydanı tərk edir. Fərid komandasının uzun oynayır. Rafiq Salayev. Əskər. Fərədlə oynayır. Cinayət dəyişir. Fərəd. Yenidən Əskərlə oynayır. Əskər. Əskər geriyə doğru. Ceyhun Yusufli ilə. Fərid Behbudov. Əskər. Əskərdən qapıya doğru zərbə. Aradakı fərqi Şila komandası iki topa indirir. İki topa indirir. Avidin zərbəsi dəqiq olur. Bu dərhal meydanın mərkəzinə götürür. Şila komandası Rufi'nin qapıya doğru zərbəsi. Başa zərbəsi düzgün alınır. Və Fəth komandası 3-1 hesabı ilə artıq evdədir. İrəlidədir. Şila komandasının qapısı mərkəz xətti keçir hatta. Əskərlə oynayır. Əskər. Cinayət dəyişir. Fərəd. Fərəcdən Fərid Behbudova doğru ötürmə. Fərid Behbudov artıq ram edərkən bitirmişdi. Ceyhun Yusufli. Fəth komandasının hücumunun qarşısını alır. Fərəd oynayır. Fərəd Ceyhun Yusufli'dən. Yenidən Ceyhun Yusufli. Əskər. Əskərin Fəridə doğru ötürməsi ağıllı düşüncə idi, amma dəqiq alınmır. Fikir olaraq gözəl, əməl olaraq düzgün deyil. Fərəcin Əskərin qapıya doğru zərbəsi Fəth komandası süper edir özü. Fərid. Fəridin qapıya doğru zərbəsi. Yeri də Fəth komandasının qapısı topa sahib olur. Fəth komandası sanki topu başından edir. İşte komandasının güclü təzyiqini görürüz bu arada. İşte komandasının Rəhim qapıcısı Rəhim. Rəhim bir nəfər gerdə qoyur. Rufin ona qarşı çobuda oynayır. Əskər. Fərəclə oynayır. Fərəc. Fərəcin ötürməsi.
Yapışdır. Sillər. Mərkəzdə oynayır Fərəz. Yan xəttdən. Elmir. Fət komandası 10 nömrəli oyuncusu. Ötürmə gözəldir. Ceyhun Yusifli mani olur. Qapıçıdadır top. Sizə qarşı. Hayda pozulur bu arada. Fərəz oynayır. Cərimə zərbəsini qapıçı yenə ötürür Fərəzlə. Sağ cinahdan oyun devam edir. Paralel ötürmə. Cavid. Gedib Cavidə çata bilmir əslində. Yan xətdən topu oyuna daxil edərkən yöndən səvən Fərəd. Fərid Behbudovun qapıya zərbəsi. Rafiq Salayev doğunur. Və Turun. Hətta qrupun və Turun. Cəmiyyətin ən maraqlı oyunlarından biri. Üçdə və Fət komandaları arasında keçirilən oyunda Fət komandası 3-1 hesabla öz güclü rəqibi tiklərini məğlub edir. Mən Yusuf Abbasaliyev edir. Gələn görüşlərə.